bütün mərifət əhlindən soruşasınız, belə fəlsəfə alimlərindən soruşsaz, İslam alimlərini nəzərdə tuturam. Cavab yekdildir. Hamısı deyir ki, insanın yaradılış qayəsi mərifətullahdır. İnsan mərifətullah üçün. Mərifətullah nədir? Yəni, Allahı tanımaq üçün yaranıb. Allahı tanımağa. Dünyaya niyə gəlmişik? Allahı tanımağa gəlmişik. Allahı tanımağa gəlmişik. Və sonra gedirik, bizdən soruşulur ki, nə qədər tanıdın? Sual bunun ətrafında. Bunu eləmə haşiyədir. Məqsəd nədir? Məqsəd budur ki, tanıyasan, kim yaradıb səni? Tanımaq da belə yox, kimsə kitabda oxudum, Allah budur, bildim. Yox, budur. Tanıma prosesdir. Tanıma prosesdir. Ayə var, Quranda hamımız bilirsiniz o ayəni. Və mən xələqtul cinnə vəl ins illa liyabudun. İnsan və cinləri mənə bəndə olsunlar deyə yaratdım. Bütün təfsirçilər deyir ki, liyabudun deyil əslində məqsəd, liyarifundur. Bütün insan və cinləri yaratdım, məni tanısınlar deyə. Deyir, niyə bəs ayədə belə deməyib? Hardan bildin ki, bəndəlik deyil məqsəd, mərifətdir? Çünki başqa ayədə Yasində deyir ki, fə'ani'buduni haza sıratun mustaqim. Mənə bəndə olun, doğru yol budur. Deyir, yol nə vaxtdan məqsəd olub? Bir şey ki, yoldur, yol məqsəd deyil. Yola yol deyərlər, məqsədə məqsəd. Əgər burada bəndəliyə yol deyirsə, deməli, bəndəlik məqsəd ola bilməz. Bəs bu ayədə niyə deyir, mənə bəndə olsunlar deyə yaratdım? Deyir, burada bir güllə ilə iki dovşan vurur. Demək istəyir ki, sən bəndəliyi elə, bəndəliyin nəticəsində Allahı tanıyacaqsan. Yəni, sənə məqsədi yolun içində gizlədir. Deyirsən, Allaha bəndəlik elə, kitablarda Allah axtarma. Kitabları oxu, yaxşıdır. Amma Allah kitablarda deyil, içindədir. Daxili, içində o mənada yox, yerləşib içində. Yəni, içdən keçir Allaha gedən yol. Və sən ubudiyyət əməliyyatlarını icra elədikcə, bunu elə, bunu eləmə, içində olan o toz torpağı qazıyırsan, o mərifəti içindən çıxardırsan. Bax, biz bunun üçün dünyaya gəlmişik. Sözün qısası budur. Sözün qısası budur. Sən o qədər itayət elə ki, İçində olan o mərifət üzə çıxsın. Allahı qəlb gözü ilə görmək, müşahidə eləmək üçün dünyaya gəlib insan. Və sorğusu halda bu müşahidə əsasında olacaq. Qəbrə qoyulan kimi gəl bura görüm, Allahdan nə qədər tanıdın? Bilir, nə? Allah, mənim başım qarışmışdı, orada evim var idi, falan yer şey kiraya vermişdim. Allah nədir? Deyirlər, sən niyə gəlmişdin? Niyə gəlmişdin sən dünyaya? Bir sual vermədin, sən işin bu idi. Gəl, danış görək, nə qədər Allahı tanıya bilmirsən. Allahı tanımaq necədir? Allahın bir zatı var, bir sifətləri. Allahın zatına yol bağlıdır. Zatı həmişəlik gizlidir hamıdan. Allahın zatına yol bağlıdır. Bu, belə bir mənalı. Heç kim ora daxil ola bilməz. Allahın zatının hicabları onun sifətləridir. Sifətləri nədir? Alim, əlimdir, həkimdir, adları var, sifətləri. Allahın sifətləri zatının hicablarıdır. Zatı sifətlərinin içində gizlənib və sifətlər də zatı ilə eynidir. Bunlara da çox daxil olmaq istəmirəm. Allahın zatı gizlidir. Sifətləri necə? Sifətləri də hicabsız zahir ola bilmir. Allah tam zuhur eləyə bilmir. Allah birdən tam zuhur eləsə, heç nəyin tutumu yoxdur onu görməyə. Hamı həlak olar. Heç bir varlığın tutumu yoxdur. Allah tam zuhur eləmir, hicablanır zuhur eləyir ki, bizim tutumumuz qədər əxz eləyə bilək. Heç kimdə o qabiliyyət yoxdur, peyğəmbərlər qarışıq. Heç kəs də Allahı tam hicabsız müşahidə eləsin. Allah hicabda zuhur eləyir. Tam müşahidə eləyə bilməz. Hamı həlak olar. Bəzi alimlər deyir ki, qiyamət nə deməkdir? Bunu belə deyənlər var, mənim fikrim deyil. Qiyamət deyir, Allah birdən ki, zuhur eləyir, tam. Zuhur eləyəndə hər şey həlak olur, ona deyirlər qiyamət. Kullu mən aleyha fan və yəbqa vəcu rabbikə zülcəlali vəl-ikram. Hər bir şey, o qiyamət ayəsidir, hər şey fanidir, qalacaq ancaq cəlal və kərəm sahibi olan Allahın vəcihidir. Allah zuhur eləyəndə hər şey həlak olur. Onun adına deyirlər qiyamət. Parça-parça olur, dağlar, dağ. Bu elə bilir ki, adi zəlzələ diyor, bu təbii hadisə olmayacaq. Bu bir zati dəyişiklik olacaq. Bir zati baxımdan Allahın təcəllasının nəticəsində hər şeyin həlak olmasıdır, məhv olmasıdır. Odur ki, Allah tam zuhur eləmir. Allah günəşdə bir cür zuhur eləyir.
Günəşdə Allahın nuru zahir olur. Hər yaratdığı bir təcəllasıdır Allahın. Allahın sifətləri yaratdıqlarında hicabla zuhur eləyir. Odda Allahın bir cür zuhurunu görürsən. Hər bir şeydə özünə məxsus zuhur eləyir. Hər varlıq məhdud şəkildə onu təcəlli elətdirə bilir. Allah binəhayətdir. O birdən təcəlli eləsə, məhdud varlıqlar hamısı həlak olar. Hamı öz həddində tanıya bilir. Pərdəsiz görmək mümkün deyil. Xatəmül Ənbiya, İslam Peyğəmbəri. Onunla Allahın fasiləsi nə qədərdir? Təsəvvür olunmaz qədər Allaha yaxındır. Deyir, elə bir hallarım var ki, heç bir mələk ora gedə bilmir. Elə yaxındır. Allahla o qədər yaxındır. Amma o da pərdəsiz görənmir. Çünki hər halda yaradılmışdı. Özü deyir, mə ərəfnak haqqə mərifətik. Axırda deyirdi ömrünün sonunda. Deyir ki, səni layiq olduğun kimi tanıyanmədik. Mümkün deyil tanıyasan. Örtüysüz olduğu kimi təcəllası mümkün deyil. Lən tərani Musa əleyhissalama deyir. Lən tərani, məni heç vaxt görməyəcəksən. Bu yandan deyir, axı, Rəblərinə tamaşa eləyəcəklər. Necə yəni, heç vaxt görməyəcəksən və tamaşa eləyəcəklər. Nə deməkdir, bunu necə uzlaşdıraq? Görəcəksən, amma örtüydə görəcəksən. Tam zuhurunu mümkün deyil. Zatı sənə zahir olsun, bu mümkün deyil. Bunu görənməyəcəksən. Sən Allahı nə qədər vəsf eləsən, bir başqası nə qədər vəsf eləsə, bil ki, bu sənin tutumun qədər. Sən başa düşdüyün qədər Allahdır. İbn Sina vəsf eləyir, dahidir, Allahı vəsf eləyir. Deyən, bu İbn Sinanın mərifətinin nəhayətidir. Burada diyandır. Hamı, bu Farabidir, bu Molla Sədradır, vəsf eləyirlər. Amma heç biri Allahın olduğu kimi vəsfi deyil. Bir Farabi düşüncəsi qədər, İbn Sina tutumu qədər vəsfidir. Vəsf məhduddur, öz-özlüyündə məhduddur. Və bu yol binəhayətdir. Getdikcə gedirsən, amma tam hicabdan çıxmır. Biraz ağır bəhsdir. Ağır nə mənada? Mən burada mürəkkəb bəhs eləmirəm. Yəni, dərəcə baxımından hərdən bu sözləri danışın ki, bəlkə birinin qəlbinə bir ot düşdü müsbət mənada. Və fəvqə kulli zu ilmin alim. Quran buyurur ki, hər bir elm sahibinin fövqündə bir əlim var, alim, daha böyük alim var. Üstündən daha üstün var, üstündən daha üstün var. Bu mərifətə necə çatmaq lazımdır? Birincisi, mən hamımıza, kiçik qardaşlarıma, əsasən tövsiyəm budur ki, çalışmaqla, leysəlil insan illa ma sə'a. Quran buyurur ki, insana çalışdığından başqa heç nə qalmaz. Mən uşaqlara deyirəm, istedad hesabına dərs oxumaq var. Müasir dünya nəyə köklənib, nəticəyə? Qiyməti göstər. Amma iki nəfər eyni qiymətə alır, Allahın nəzərində eyni dərəcədə deyil. Birinin zati istedadları var, hafizəsi var filan, tənbəllik edir, gedir imtihanını verir. Qiymət eynidir. Amma bu biri yuxuları, gecələri yatmır, yuxusunu haram qatır, belə deyirlər də cəmaat içində. O Allah deyir, mən onun səy elədiyinə qiymət verirəm, rezultat nəticəsinə yox. Nəticə ola bilər, asan hasil olsun. İnsana qalacaq şey zəhmətidir. Zəhmətidir. Qiymət zəhmətə verilir və Allah yoluna çıxan adam düşünməlidir ki, bu yolda zəhmət çəkməyinə dəyər. Zəhmət çəkənlərə verirlər. Vəllezine cahadu fina lenehdiyennahum subulana. O kəslər ki, bizim yolumuzda çalışır, yollar açırıq. Yollar. Görürük ki, bu çalışır, çarpışır, diri yollarını açaq. Və bu yolda zəhmət çəkməyə dəyər.